Salam dostlar, bugün sizə Instagram takipçi hiləsi necə edilir və hansı saytdan edilir, onu addım-addım və ətraflı şəkildə izah edəcəm. Videonu mütləq sonuna qədər izləyin. Bu hiləni siz həm öz telefonunuzdan, planşetinizdən və kompüterinizdən rahatlıqla edə bilərsiniz. Bu hiləni öz hesabınıza tətbiq etməyiniz üçün sizdən Instagram hesabınızın şifrəsi tələb olunmur, nə də hər hansı bir proqram, uygulama yükləmirsiniz. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını düzgün şəkildə yorum hissəsinə yazan hər kəsə 500 Instagram takipçisi hədiyyə edəcəm. Hal-hazırda mən öz Instagram hesabımı göstərirəm. Gələn bildirimlərdən də gördüyünüz kimi mən də hal-hazırda bu hilədən istifadə edərək öz hesabıma takipçi göndərmişəm və takipçiləri görürsüz. Və bunu etmək üçün mütləq şəkildə Instagram hesabımızı hər kəsə açıq etməliyik, yəni gizlidən çıxartmalıyıq. Bunun üçün nə edirik? Ayarlar bölməsinə daxil oluruq. 3 xətt var yuxarıda sağ tərəfdə. Oradan hesab gizliliyinə gəlirik və hesabımızı bu şəkildə hər kəsə açıq edirik. Sonra hesab düzənləmə qismi var. Ora daxil oluruq. Oradan Instagram istifadəçi adımızı düzgün şəkildə kopyalayırıq. Sonra biz Google-a daxil oluruq. Axtarış yerinə takipçi.com bu ilə ortada B hərfi var. Yaşıl loqolu saytdır. O sayta düzgün şəkildə daxil olun. Daxil oluruq və ən alta gəlirik. Burada postsuz xidmətlər var. Bizə lazım olan postsuz Instagram takipçidir. Oranı seçirik və açılan yerə, görürsünüz yer açıldı. Burada istifadəçi adınızı yazırsınız ilk yuxarı hissəyə. Aşağıdan miqdarı seçirsiniz. Onu da qeyd edim ki, günlük sadəcə 100 ədəd göndərə bilirsiniz. Və göndər düyməsinə basdıqdan sonra 1 saat ərzində takipçilər sizin hesabınıza yavaş-yavaş yüklənir.